Yoxsa əli darəm, çeğəm darəm, biraz da su istifadə. Baba deyir, İmam Hüseynlə gələcək qiyamətdə, herkəsin gömüzün nəmərib, deyəcəksən, xoş gəldin, cəbdə bəstə qəzayı, orada otu beşdin quşəsində, çay gəl yanıva yetiş, işin olmaz. Mən bu sünnülərin dərisini soyacağım. Üzümüzə bir xod təsəvvüratı, məsələn, abək eləməyə, ya məsələn, o tərəfdə elə amadədirlər bizdən pəziralığı. Xeyr, aləm-i bərzəxdə İmam-ı Sadıq abir bizim süzünə işimiz yoxdur. Bax, aləm-i bərzəxdə də orada vurallah adamın adı yadından çıxar da. Neçə min il oradadır. Abir qiyamətdə biz sizi qutaracağıq. Yəni bu vəsətdə aləm-i bərzəx özü dözədir. Özünüz bilərsiniz. Ta bizimki bizə dəydi da. Yoxsa sən bir umidi bu ki, məni qəbrə qoyacaq, bəli, pillələr açılacaq, pillə bərqi ilə məni ötürəcəklər behişdə, horilər bir tərəfdə, qılmanlar deyir, bu xəbərlər yoxdur. Əməlin olmasa, aləmi bərzədə vuracaq, inin boyu basa. Vücuhat boynunda qalad, dağ eləyib basacaqlar peyzərüvə. Deyəcəklər, niyə bula xəşləmirdin? Nə məniyə yığmışdın? Hayanı istəyirdin xəşləyəsən? Hələ yığasan bu pulunla öv yıxasan. Yığasan bu pulunla fəsad eləyəsən. Yığasan bu pulunla günah eləyəsən da onda qutaracağın yoxdur, ha? Deyir o tözüvə bir çar elə.